İmam Hüseyin əleyhissalam hələ dünyaya gəlməmişdən öncə, nəinki İmam Hüseyin, İslam Peyğəmbəri hələ dünyaya gəlməmişdən öncə İmam Hüseyin haqqında danışılıb, deyilib və əzab saxlanılıb. Nəinki İmam Hüseyin Peyğəmbərdən də öncə, İslam Peyğəmbərindən də öncə artıq İmam Hüseyin əleyhissalamın faciəsinə alınıb. Allah Taala bütün Peyğəmbərlərinə nəql edib. Bütün Peyğəmbər, nə qədər Peyğəmbərlər var? Quran-ı Kərimdə 25 Peyğəmbərin adı çəkilir. Amma hədislərin bizə buyurduğu budur ki, hədislərdən belə bir əldə eləmişik ki, rəqəm əldə eləmişik ki, 124 min Peyğəmbər olub. Allah Taala bu Peyğəmbərlərin hər birinə İmam Hüseyin əleyhissalamın faciəsini nəql edib danışır. Və bilirsiniz ki, əksər Peyğəmbərlər, bu 124 min Peyğəmbərin əksəriyyəti İraqda, o bölgələrdə, İraq, Filistin, Babul, bax, o məntəqələrdə, o yerlərdə yaşayıblar, o yerlərdə Peyğəmbərliyə çatıblar, o yerlərdə təbliğatını aparıblar. Hətta Həzrət Adəm əleyhissalam, Əbul-Bəşər, bəşəriyyətin atası, o da həmən məntəqələrdə olub. Orada indi də qəbri İraqın Nəcəf şəhərindədir. Mübarək məzarı gedənlər bilir, ziyarət edib, Allah hamiyə nəsib edəsin. Orada görüblər, Adəm Peyğəmbərin hətta məzarı İraqın Nəcəf şəhərindədir, hələ də durur. Bir gün Adəm əleyhissalam çöllük biyabanlıqdan gedirdi. O zaman nə yol var idi, nə bir şey, gedirdi Adəm əleyhissalam. Ayağı ilişir bir daşa və ayağı qanıyır. Peyğəmbərlərdə bir xüsusiyyət var, bizlərdə yoxdur. Hər bir incə məsələnin fərqinə varırlar. Bizə bir şey olanda məsələn əhəmiyyət vermirik, onun illətini axtarmırıq, səbəbini axtarmırıq. Peyğəmbərlər amma o sadının səbəbi ilə maraqlanırlar. Adəm əleyhissalamın ki, ayağı qanıyır, təəccüb edir. Və Allaha xitabən buyurur ki, ay Allah, görəsən xətam nədir? Nəyin müqabilində belə oldun? Niyə görə ayağımdan qan axdı? Səbəbini bilmək istəyir. Deyir, bəlkə bir xətam var, bəlkə bir səhvim var. Orada Allah təbarək Teala Həzrət Adəm əleyhissalama buyurur ki, bura Kərbəla səhrasıdır, Kərbəla çölüdür. Və deməli, məlum olur ki, Allah Taala hətta Adəm Peyğəmbərə İmam Hüseyin haqqında əvvəlcədən məlumat veribmiş. Bura deyir, Kərbəla çölüdür, sonuncu Peyğəmbərin evladının, ciyər parəsinin, əzizinin qanını bax bu torpağa tökəcəklər. Adəm, istədik ki, sənin də qanın bu torpağa qarışsın və bir rabitə yaratsın. Bütün əksər Peyğəmbərlər oldu. Həzrət İbrahim əleyhissalamın da başına bu iş gəlir. İbrahim əleyhissalam oradan keçəndə başı qurmuş bir ağac köküyünə mi dəyir, yoxsa nəyəsə bir ağaca ilişir, başı qanıyır. O da səbəbi soruşur, Allah Teala belə cavab verir. Həzrət Musa əleyhissalam oradan keçəndə başmağı, nələyini yırtılır, tikan batır, ayağı qanıyır, o da elə olur. O da soruşur və bir neçə Peyğəmbərlər var ki, indi daha bir hamısını demirəm, əksəriyyətinin başına bu iş gəlir. Allah Teala buyurur ki, bura Kərbəla çölüdür, mən istəyirəm siz Peyğəmbərlərin qanı da bu torpağına qarışsın ki, orada sonuncu Peyğəmbərin evladının qanı axıdılacaq. Evladının qanı axıdılacaq. Deməli, bu hadisə elə belə hadisə deyil.